kəs fağır deyil. Kimsə kiməsə söz deyəndə əlbəttə ki, fağır olmayacaq. Cavabını verəcək də. Danışırsın. Hamının özünə görə dil də var, dilsəyi də var. Kim fağırdır ki? Saadət, belə xəbərçilik kimi çıxmasa, babaşa sual verdim ki, Saadət fağırdır. Bu boyda millətin içində deyil ki, deyil. Xəbərçilik kimi Fağırdır deyəndə bu Sadiq. Birincisi, sakit dayanıram deyə o deməkdir ki, mən özümdən böyüklərə heç vaxt cavab qaytarmıram. Kimsə mənə artıq söz deyərsə cavab... Ay Saadət, özündən böyüyə cavab qaytarmışsan, amma Allah and olsun mənim yanımda xalama oxşayırsan, Quran and olsun. Elə dodaqlarımın elə yekəliyi mənim üzümdən böyüdür. Belə inciməyə düzün deyirəm. İndi sən gör, mən səndən böyüyəm, indi gör, mən jest elədim. Quran haqqı sənin yanında, sən mənim xalama oxşayırsan. Vallahi Mən bir qarın doğmuşam, 33 yaşım var, yəni inciməyə bacı qurban. Sözün düzünə danışmağa qalsa, Qurana and olsun. Düzünə qalsa, sən məndən böyük görsərsən. Uşaqsan, ərə getməmsən, üzvün gellərinə bax. Ki, düzün danışaq da, mən indi güya sən burada söz soxursan, valla sən məndən böyük görsərsən. Mən sənin yaşında heç kosmetolog nədir bilmirdim. Ümumiyyətlə, iyrə nədir bilmirdim, Saadət. dövrdə Belə də ki, zordur, Saadət. Bacı qurban. Oyuna get, dənizivə gir. Qəşəngdir. Drayğaz. Mənəm top oynama, davay cəld ol biraz. hamı oynayır da, mən də karaoke'da. Sən bilmirsən, Oyunu Həki Saadət, sən o 777 çox sağ ol. şey eləmə. Ləman səndən böyükdür, konkret hörmətini saxla. Ayıbdır. Neynirəm ki, mən Sadiq? Söktar, Ləman xanım. Siz də ondan yaşda böyüksüz, ikisiyle hürmet koyun. 777 var o. Elə səndən də balacadır Sadiq. Sən də onun əmsi kimi gedirsən elə, narahat olma. Hissedici. Baboş bu mevzuya girse ona da değecek, girmir. Saadet gel de başıma dönerim. Gel bir de. Oynamırsan. Niye oynamıram? Ben de böyle diyorum. Deyip videolarım da var, kayıtlarım da var. Şu saat gəlirəm. Nəysə. Narahat olma, denizde bir şey elinden tutarsa ha.